Onsuz da 20 yanvar dairəsi ən çətin düğünlərdən biri sayılırdı. Heç kim də bu düğünü açmağa nail ola bilməmişdi. Nələr fikirləşmirdilər. Amma indi daha da çətinləşdirdilər vəziyyəti. Niyə görə? Çünki bax 20 yanvarın üstündəki bu körpüdən sonra, tuneldən sonra sağdan avtobus zolağı qoyublar və 4 zolaq olub 3 zolaq. Onsuz da burada hər zaman intensiv hərəkət vardı və indi isə artıq 20 dəqiqəlik yolu Xırdalan dairəsinə qədər 40 dəqiqə sürünə-sürünə. Görün hara gəlib çatıb. Bir avtobus keçir. Gəlin o sərnişinlərin rahatlığını əlbəttə ki nəzərə alaq. Amma bax bu qədər adamın tıxacda durması, maşınların tüstüləməsi, ekologiya, benzinin yanması, bu da iqtisadiyyatçı ziyandır və insanların əziyyəti bu vəziyyətdə düşünən mütəxəssislər bir də düşünməlidirlər. Bunun mənasını ümumiyyətlə hələlik anlamaq çətindir. Yerdə gördüyünüz kimi bax bu sarı işarələmə var. Yəni ki onun üstündə saxlamaq olmaz. Burada svetofor yoxdur.